Salam millət, hər vaxtınız xeyir olsun. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Axşamınız xeyir ekrana. Millət təlim bölməsini bağladım artıq. Kimlər plus göndərmişdisə göndərdi. Bir həftə vaxtımız oldu. Hər ay olduğu kimi bu ayda seçəcəyik inşallah. Seçilmə qaydasını artıq yəqin ki bilirsiniz. Çarx bölməsində əlavə edəcəyik sıralama ilə. Hansı sıralama düşsə, həmin adamı təlimimizə qəbul edəcəyik. Hər kəs gəldisə başlayaq. Şəffaf olması üçün istədim canlı olsun. Keçirəm Telegram kanalına. Bir millət baxın. Qayda rahatdır. Qayda bu şəkildədir ki, deməli, sırayla sayacağam və bütün sıralamanı götürüb çarxa yazacağam və çarxı fırladacağıq. Orada neçənci nömrəli deyim ki, tələbəmiz düşsə, həmin adam qrupa əlavə olunacaq. Sırayla əslində burada rahatdır. Mən deyim 1, 2, 3, 4, 5, 6. Gəlin pluslayım bunları. Lap rahat olsun. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. Bir də millət, kimin sağlığını görsəz iki dəfə deyin zəhmət olmasa. Mən onlara diqqət eləmirəm. Daha doğrusu diqqətindən qaça bilər. 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, maşallah. 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59. Maşallah. 59 nəfər. Tamamdır. 59 nəfər deməli ödəniş təlimə qatılmaq üçün dəvət göndərib. İndi nə edəcəyik millət? 59 nəfəri sıralama ilə yazacağıq. O vaxta qədər millət, mən yazana qədər istəsəz, söhbət eləmək istəsəz, demək istədiyiniz söz olsa buyurun. Və yaxud da sualınız olsa buyurun. Mən bir-bir onlarda cavablayayım. Misal üçün Elnur bəy keçən dəfə bizim təlimimizdə iştirak edən Elnur bəy açıq bugün yayına qoşulacaqdı. Çox başqa bir məsələ çıxdı, qoşula bilmədi. Çox təəssüflər olsun. O danışacaqdı əslində bugünkü təlim içərisində proseslər necə olur, yəni. Elşən bəy, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Çox sağ olun ki, bizi də təlimlərə qoşursunuz. Ən azından məlumatlandırırsınız, qruplara daxil oluruq, baxırıq, analizlər, söhbətlər insanda xoş təəssürat yaradır. Bunlar üçün təşəkkür edirik öncədən. Çox sağ olun. Sadəcə müəyyən bir məqamlar olur ki, analizləri paylaşırlar. Aha. İnsana biraz motivasiya gəlir, biraz disiplin. Disiplin hələ yenidir, disiplin üçün tezdir, amma hələ ki bir motivasiya gəlir, baxırıq, öyrənirik, kimlər nə formada, hansı alışları eləyir və ya satışları eləyir. Yəni maraqlıdır. Çox sağ olun bunlara görə ki, yəni belə bir şərait yaratmısınız. Siz sağ olasınız. Əslində mənim istədiyim məqsəd hal-hazırda bu şəkildədir ki, YouTube kanalı üzərində öyrədim, Telegram kanalı üzərində suallar cavablayım. Sonra artıq 40-ı burada 2 dəfə yazdım dəqiqə. Sonra artıq indi misal üçün hal-hazırda YouTube-un olduğu mərhələ bu şəkildədir. Oranı sizə deyim. Yəni gələcəkdə sizə necə faydası olacaq. Hal-hazırda YouTube kanalı üzərində mən live trade-ləri paylaşdım. 3 aydır ki, artıq sosial şəbəkələrdə mən trade-lərimi paylaşırdım, hər gün istisnasız. Bu həftə, bir də keçən həftədə live trade-ləri paylaşdım. İndi düşünürəm ki, bundan sonra yavaş-yavaş artıq payoutlara paylaşacağım. Çünki bu düşünürəm ki, insanlara, daha doğrusu traderlərə motivasiya olar. Sonra artıq challenge-lar başlanacaq. Ya da challenge-lardan qabaq copy trade necə qoşub, copy trade necə inkişaf elətdirmək olar, o ola bilsin. Onu paylaşsın. Böyük ehtimal ya burada sıralama dəyişə bilər, amma bu şəkildə olacaq. Ondan sonra artıq daha motivasiya edici. Yəni burada olar desəm biraz yaxşı çıxmaz, amma hal-hazırda daha çox motivasiya edici. Yəni çünki traderləri və yaxud da ümumiyyətlə tradingə başlayan insanları nə motivasiya edirsə, onlardan yavaş-yavaş paylaşacam. Ümumi olaraq, misal üçün challenge olaraq ki, artıq bu hədəfə bu zamanda çatdıq. Amma burada yenə dediyim kimi, əsas mənim diqqət eləməli olduğum incə nüanslar bu olacaq ki, bunu rahat göstərməyəcəm. Rahat göstərməmin səbəbi nə olacaq? Yəni bu bir gün olmadı. Müəyyən təcrübədən sonra keçə-keçə artıq bu level'a gəldi. Yəni sən də başladın, yəni tradingə, daha doğrusu YouTube kanalını açan bir insan açan kimi görəcək burada bu mərhələyə elə birbaşa çatdın. Yox, hər videoda vurğulanacaq ki, bax bu misal üçün 2 il təcrübə plus bu gün və yaxud da ki, ən azı bunlar hamısı olduqdan sonra, yəni dəfələrlə vurğulanacaq ki, bax burada təcrübə var, burada misal üçün intizam var, burada bunlar heç biri bir günə çatası, bir aya çatası, 5 aya çatası bir şey, bəlkə də 5 aya çatdılar, bəlkə 10 aya çatdılar, bilmirəm, amma hər kəsin o A nöqtəsindən B nöqtəyə getmək, yəni yolu fərqlidir. Misal üçün mən bu vaxta gəlmişəm. Sən daha fərqli gələ bilərsən, daha tez gələ bilərsən, daha gec gələ bilərsən. Bu səndən asılıdır, amma bunu gəlməyin bir dənə yolu var. O da ki, intizamdır, o da disiplindir və yaxud da ki, o da həqiqətən modelin güclü olmasıdır.
Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Necəsiniz Eşən bəy? Sağ olun, təşəkkür edirəm. Əla, siz yaxşı E, olasınız. Eşən bəy, mənə bir sual verəcəm sizə. Buyurun, buyurun. Məsələn üçün 24 saat chartın trading qabağında Hı oturmaqdansa hı, hansı aralıqda siz trade edirsiniz? Yəni o hı maraqlıdır. hı. Tamam, o zaman Məsələn biz buranı 24 dayandırım. saat Gəlin qabağında keçək qrafik üzərinə. Ondan sonra bura gələrik təzədən. E, Hı, demək millət, ya da istəsiniz buranı seçək, ondan sonra keçək ora. Nə düşünürsünüz? sizə necə rahatdır? Gəlin keçək ora, sonra təzədən gəlirik. Düz seçimdə düzdürmü? 55 nəfər idi. Unutmadın nə işlə? 55 50, nəfər idi, düzdür? 59 59 idik səhv eləmirəmsə Eşən bəy. 59. Aa, tamam tamam, çok sağ olun. 56, Bəli, bəli, 57, 58, 59. Tamam. 59. bəli. Okey. İndi bax bunu tıklayacağıq. Kim düşsə o bizim artıq qrupumuzun üzvü olacaq. Onda sayacaq. Gəlin o zaman qrafik üzərinə keçək. Millət, əslində bunu mən dəfələrlə təlimdə mən bütün dediyim sözlər üzərində, yəni bunun üzərində dayanır ki, çox əməliyyat almağın bir mənası yoxdur və yaxud da ki, yüksək market çıxmağın mənası yoxdur. Əsas oradan davamlılıqdır. Yəni ən vacib olan situasiya davamlılıqdır. Davamlılığı nəyə nəzərdə tuturam? E, yəni və yaxud da fon hesabı keçirilməsi olsun və yaxud da real akkauntda bir qazanc əldə etmək, yəni ilk dəfə bir əməliyyata, yəni təsadüfi əməliyyata çox rahat ola bilər. Və yaxud da ki, fon hesabında bir yüksək faizlə long atsın, short atsın və s. bunu keçsin. Amma bunu davamlı gətirmək əsas yəni, mövzu buradadır. Yəni hər kəs bunu saxlaya bilərmi, yoxsa yox? Məsəl üçün mən paylaşdığım əməliyyatları niyə paylaşıram? Əslində məqsəd oradadır ki, yəni bu təsadüfi əməliyyatlar deyil. Yəni bir günə paylaşılmayıb, daha doğrusu bir gün alınmayıb. Gör nə vaxtdır bu alınır. Deməli burada artıq bir intizam var, bir disiplin var, bir də ki model var. Aydınmı? Yəni model də fövqəladə bir model deyil açıq yəni. Bəlkə də publikdə tapa bilərsiniz. Bəlkə də publikdə varmı? %99 bəlkə də var. Quartile teorisi olsun, CRT olsun, ICT olsun. Bunlar yəni düzdür. Daha incə mövzuları təbii ki, məsəl üçün Dayan özü də təlim keçir. Yəni incə mövzular da var. Bura təbii ki, işin içərisinə təcrübə qatılır. İşin içərisinə bir yol xəritəsi qatılır, daha fərqli ola bilər. Amma nəticə olaraq mən bütün hər zaman vurguladığım mövzu bəlkə qrupda da görə bilərsiniz. Kimsə stop olursa deyirəm ki, bu saatda niyə trade edirəmsən? Mən dediyim saat deyil bu. Və yaxud da ki, ikinci əməliyyat niyə açıldı? Və yaxud da ki, qrupda bilmirəm, görürsünüz də yəqin ki, hər kəs ardıcıl eyni əməliyyatı paylaşır. Bir dənə teykrot olduqsa tak-tak qrup doldurur əməliyyatları. Hələ public qrupa mən mentorshipə göndərəndən sonra xahiş edirəm ki, millət oranına göndərin, orada da motivasiya olsun. Ya ondan sonra onu göndərirlər. Aydınmı? Yoxsa hər gün elə əməliyyatlar düzdür ki, hər kəs eyni əməliyyatı aldı. Ya bu eyni əməliyyat alma səbəblərindən başlıca səbəbi düşünürəm ki, bir saata bağlı işləmək. İkincisi müəyyən qaydamız var ki, yəni gün ərzində neçə əməliyyat olmalıdır, neçə ara olmalıdır və yaxud da ki, hansı pozisiyadan sonra, yəni nöqtə atışda dəqiq bu oldu əməliyyata girmək lazım. Artıq sən səhər-səhər yuxudan duranda və yaxud da trade qrafikin qabağına əyləşəndə bilirsən ki, sən nə gözləyirsən. Yəni nə olsa əməliyyat alacaqsan. İstəyir orada market, mən bir videomda demişdim ki, yəni market nə edir eləsin, heç mənim üçün fərqi yoxdur. Əməliyyat almıram. Yəni mənim modelim orada formalaşmışsa qətiyyən əməliyyat almıram. Qətiyyən. Ona görə bunun avantajları nədir? Onu da izah edeyim. Saata bağlı bir də ki, əməliyyat sayına bağlı işləmək sənin birinci psixologiyanı çox düzəldir. Niyə? Çünki sən daimi qrafikin qabağında olduqda, deyirəm ki, səhər-səhərdən qrafikin qabağına əyləşmisən və market səni istənilən bir situasiyanı göstərir demək olar ki. Və sənin beynin artıq burada əməliyyat axtarmağa fokuslanır. Çünki sən 2 saat, 3 saatdır qrafikin qabağında oturmusan və artıq içəridən deyirlər ki, əməliyyat al, əməliyyat al. Beyin artıq səni fokuslayır ora. Dopamin artıq deyir ki, əməliyyat al. Ya bunun adı nə desəz? Deyin ki, yəni deyir ki, əməliyyat al, aksiyonda qal, oyun içində qal. Və düşünürsən ki, oyunun qırağında qalmısan. Kimsə əməliyyat paylaşır. Hər hansı bir indi sizin qrupda varsınız bilmirəm. Hər hansı bir qrupdan əməliyyat paylaşırlar. Baxırsan ki, ha, burada sənin də əməliyyatın var imiş. Ala bilərmişəm. Halbuki, yəni sənin də əməliyyatın varmışam sözü səhv sözdür. Yəni tükü almamısansa sənin deyilmiş deməli. Tamam, baxırsan ki, orada kimsə bu əməliyyatı aldı. Ha, hər kəs atdı, 5 nəfər atdı, 10 nəfər atdı və baxırsan ki, sən oyunda deyilsən. Artıq içəridən məcbur edirlər ki, sən o əməliyyat qrafik gözün qabağında sənə strateji göstərir. Yəni özündən bir şey qurursan orada ki, tamam, burada mənim modelim var. Girdin əməliyyata stop olandan sonra başlayırsan ki, ha, burada heç nə yox imiş ki. Yəni burada model yox imiş. Burada model yox imiş və özün məcbur özünə əməliyyat aldırmısan. Nəticəsi də məlum. Ona görə burada saata bağlı olmaq, yəni sən qrafikin qabağına, misal üçün mənim işləmə saatım deyim, saat 4 tamamdan sonra 4 tamamdan 5 dəqiqə qabaq oturam qrafikin qabağına və 5-cə dəqiqə. 5-cə dəqiqə. Oturam qrafikin qabağına, iş saatımı bilirsiniz, qrupda görürəm. Yəni daha doğrusu atıram görürsünüz. Təxminən video çəkmək xaric, əməliyyat açıldı o xaric. Nəm çəkir 1 saat çəkir, maksimum saat yarım çəkir. Mənim qrafikimdə olmaz saat müddətim budur. Saat 1 saat, saat yarım, maksimum 2 saat ola bilər.
Yəni ümumi topladıqda. Hə, video çəkəndə otururam bəzən qrafikin qabağında, o əməliyyat uzun da çəkə bilər, ayrı mövzu. Amma əməliyyat alma proses bu şəkildə olur. Nəyə görə bunun avantajı yaxşıdır? Çünki mən bu saatda əyləşmişəm qrafikin qabağında və gözlədiyim model var bu saatda. Bunu market onsuz da bir dəfə vermə şansı var burada. Yəni bir dəfə verə biləcək. Aydın. Bunu verdi, ya stop alacam, ya take profit alacam. Aydınmı? Bunun bir dənə əməliyyat almağa da nə gözəl tərəf var. Psixologiya və risk menecment. Artıq mən bir dənə əməliyyat alma şansım varsa, o fonlarda var, məsəl üçün günlük itki mövzusu. Mən günlük itki mövzusundan heç xəbərim yoxdur. Heç vaxt onu baxmıram son vaxtlar. Niyə görə? E, problem deyil. Nəyə görə ona baxmıram? Çünki bir dənə əməliyyat alacam. Və yaxud da maksimum iki dənə əməliyyat alacam. Yəni o dəyişir. Maksimum iki dənə əməliyyat alacam. O iki əməliyyat ərzində əsasən bir əməliyyat. O bir əməliyyat ərzində mənə nə verdi onu alacam. Ya take profit olacam, ya stop olacam. Hə, deyərsiniz ki, bir əməliyyat qane eləmir. Gəlin onu da izah edeyim. Ə, real account işlərdə həqiqətən balansa görə dəyişir. Qane elə də bilər, eləməyə də bilər. 50 minlik fon hesabında işləyirsənsə, misal üçün, Lucid almısan, paylaşmışam, Top Step almısan, Blue Guardian almısan. Deyirəm ki, bunun challenge mərhələsindəsən. Challenge mərhələsində sənin fonu keçmə limitin nə qədərdir? 1500 dollar Lucid'dədir maksimum gün ərzində. Blue Guardian'da da Top setə də 1500-dür. Blue Guardian'da da 1200 olmalıdır 40%. Sən deməli maksimum qazana bilərsən. Blue Guardian'da 1200 dollar, digərində də 1500. Bir dənə də nüans çıxır. 50% keçmə mərhələsi var deyə sən minimum 3-ünə keçəcəksən. Aydındır? Yəni sən burada marketi özü öldürməyə ehtiyac yoxdur. Bir dənə əməliyyat alacaqsan, 350 dollar risk edəcəksən və ya 300 dollar risk edəcəksən. 1000 dollar üzəri bir rəqəm alırsan, çıxırsan. Bax, YouTube-da paylaşmışam, misal üçün Lucidin keçirilməsi. Düzdür, deməmişəm orada Lucid fonunun keçirilməsi. Aldım, sizinlə bir yerdə aldım YouTube kanalında. Onun misal üçün keçirilməsi 3 dənə əməliyyatdır. Son 2 video xaric, ondan əvvəlki 3 ardıcıl video, e, yəni Lucidin keçirilməsidir. Aydın? Yəni 1000 nə qədər idi? Bir dənə 800 aldıq. Yadınızdadır 16 dollar söhbəti qalmışdı. Yoxsa neçə sentə düşdü sonra. O fon. Yəni bu şəkildə rahat 3 gün ərzində keçildi. Yəni burada marketdə 20 dənə əməliyyat aldın, 5 dənə əməliyyat aldın. Bunun həqiqətən heç bir mənası yoxdur. Hə, qaldı fonu keçdikdən sonra isə yenə deyərsiniz çatmır, çox normaldır. Misal üçün Lucid fonundan danışacağam. Bunun payout çəkmə mərhələsi onsuz da maksimum 2000 sənə payout verir. Aydın, sənə maksimum 2000 payout verir. 2000 də drawdown saxlamalısan 2100. Tamam. Sən onsuz da maksimum 2000 qazanacaqsansa, yəni 2000-ə payout olacaqsansa, 50 minlik fonda yenə 300 dollar risk edib ortalama yenə 2 dənə əməliyyata 3 aralıq. Yəni 3 aradan danışıram. 3 aralıq əməliyyata yenə sən 2 əməliyyata take profit olan 2 əməliyyata sən rahatlıqla həmin profiti əldə edirsən. Və bunun digər ən gözəl tərəfi nədir? Bayaq video başlamamışdan öncə dedim ki, CopTrade paylaşacağam. Hansı platforma üzərində necə, nətər olmaq lazımdır. Öz CopTrade'lərimi də paylaşacağam. Burada misal üçün artıq siz görəcəksiniz ki, hə, misal üçün Lucid neçə dənə fona icazə verir? 5 dənə. Okey. Birincisini normal payout aldın, yəni çox almaqda, yəni məcbur eləmə. Normal payout aldın, 5 dənə CopTrade qoşdum misal üçün və yaxud da ki 5 dənə Lucid aldın, 5 dənə MyFunded Futures aldın. MyFunded Futures, aha, MFF. Aldın orada 10 dənəsini bağladın bir-birdə. Nəticədə sən gün ərzində yenə bir əməliyyat aldın. Yəni burada əməliyyat sayından danışaq. Yəni, əməliyyat sayına fokuslanmağın mənası yoxdur. Burada öz biliyi, yəni artıq toparlayıb, modeli formalaşdırıb, bir dənə düzgün əməliyyat almaq, maksimum iki dənə düzgün əməliyyat, iki dənə mən yenə artıq görürəm. Bir dənə düzgün, yəni tapered olacaq əməliyyat aldınsa, bunu stabil hala gətirə bildinsə, artıq sənin etməli olduğun, yəni tradingdə sənin rahatçılığın var. Bu rahatçılıq sənə verilib. Nədir rahatçılıq? Qoşacaqsan cop trade. Yəni sən deyərsən ki, bir dənə əməliyyat məni qane eləmir. Qoş cop trade. Yəni əməliyyat sayını çoxaltmaqdansa üzr istəyirəm, bu tərəfdən elə. Belə bir nüans da var ki, sən nə qədər ki qrafikin qabağındasan, qazanma ehtimalın nə dərəcədədirsə, itirmə ehtimalın da o dərəcədədir. Sən yəni %100 həmin 2 gün profit əldə edəcəksən deyə bir şey yoxdur. Ha, indi gəlin bir şey deyim. İndi bura lap platformanda bura qoyuram. Bir dəqiqə. SS alıb bura qoyacağam ki, onu da görəsiniz. Aha. Telefonuna SS alıb qoyacağam. Misal üçün bizim qrupda olanlar bilir. Burada bir əməliyyatımız var idi. Long. Mən limit almadım burada paylaşmışam. Uşaqların bəziləri girdi, bəziləri girmədi. Mən girmədim nəticə olaraq. Burada bir, Zayed bunu eləmə. Bunu sil. Aha, burada bir əməliyyat var idi. Burada 2 əməliyyatımız var idi. Nəticə olaraq burada ikisində də mən girmədim. İkisində də iştirak eləmədim. Hər ikisində fərqli-fərqli yerlərdə idim. İkisində də iştirak eləmədim. SS aldım, atıram indi. Bunu atma səbəbim var. Aha, ikisində də iştirak eləmədim. Nəticə olaraq amma yəni həftənin çox gözəl profitə bağladım. Yəni bu gün 5-ci gün əməliyyat almadım. Yəni dünya dağılmadı ki. Heç çox da mənim üçün problem olmadı.
Yəni o günü mən uğursuz bir əməliyyata, misal üçün buradakı əməliyyata limit almadı. Mənim modelim nə idi? Sadiq qalmaq ki, yox, burada 100% ki, mən bu əməliyyata sadiq qalacağam. Yəni bu əməliyyata sadiq qalacağam necə? Almaca almadı. Yəni marketin dalınca arxasına düşməyəcəm. Artıq əlaqəsiz əməliyyata daxil olmayacağam. Bir dəqiqə bunu. Tamam. Bir dəqiqə bunu balacalaşdırım. Okay. Bir dəqiqə burada trade weight də görsənsin. Trade weight görsənmir mi? Tamam, bizdə bu da yəni trade weight, aha. Yəni bu nəyə görə deyirəm? Çünki bu yəni keçirilən Lucid fonu haqqındadır. Bunu ona gedirəm ki, e, yəni bu əməliyyat çoxalmağın bir məcburiyyəti yoxdur. Keçən həftə sizinlə bir yerdə aldıq. E, Sonra nəticəsində bu keçirildi, sonra fond hesab bu şəkildə. Yəni burada əməliyyat sayının, yəni yüklənməyin heç bir mənası yoxdur ki, mən burada çoxlu əməliyyat alım. Burada bütün fokuslamalı olduğunuz əsas mövzu take profit olmalıdır. Yəni burada 2 arla işləyənlər də var bəlkə, 1 arla işləyənlər də var, 10 arla işləyənlər də var. Mən standart 3 arla işləyirəm. Standart olaraq 3 arla işləyirəm. Bütün əməliyyatlarıma baxın, 3 arla aşağısı yoxdur. 3 arın demək olar ki, yuxarısı yoxdur. Son vaxtlar. Əvvəllər çox olurdu. Bunu stabil saxlamaq. Bax, əsas mövzu buradadır ki, bunu stabil saxlamaq. Hər adam saxlaya bilərmi? Düşünürəm ki, çox çətin məsələdir. Yəni mən özüm də əməliyyatlarımda stabil saxlamağa çalışıram. Yəni 3 aydan aşağı heç birində market hətta gəlib break even eləsə də əməliyyatı dəymirəm. Çünki beynimi buna fokuslamışam, özümü buna hazırlamışam. Hı. Ə, Nə düşünürsünüz millət? Dediklərimlə bağlı. Sizcə? Yaşam bəy, bir sual verə bilərəm, Bəli, axşamınız bəli. xeyir olsun. Hər vaxtınız xeyir, buyurun. Yaşam bəy, bəzi günlər o Hı -hı. günün əməliyyatı da o dediyiniz əməliyyat gec gəlir. Təxminən saat neçəyə kimi, yəni gözləyək ondan sonra əməliyyat almayaq. Çünki getdikcə biraz Hı -hı. bazarda volatillik azalır məncə. Yəni konkret bir saat var ki, ondan sonra yəni baxmayaq. Həmin günü əməliyyat almayaq da heç. Aha. Yenə bax burada əslində dəyişir. Mən sizə saat desəm, necə dəyişir? Məsəl üçün mən 4-dən sonra oturam qrafikin qabağına. 4-5, yəni Azərbaycan saatından deyirəm. Lap New York saatından desək bu şəkildədir. 8-də oturdum qrafikin qabağına. 8, 9 və yaxud da elə Azərbaycan saatından deyim ki, hər kəsə rahat olsun. 4-də oturdum qrafikin qabağına. 4, 5, 6 mənim üçün xüsusi saatlardır ki, bu saatlarda böyük ehtimal ki, əməliyyatım olacaq. Böyük ehtimal. Ondan sonra 8-də başlayır artıq. 8 9 ərəfəsi maksimum. Ondan sonra da baxmıram qrafikə. Amma baxanlar varmı? Var. Yəni saat 10-da, 11-də əməliyyat alanlar varmı? Var. Ki, qəşəng də əməliyyat alırlar. New York launch alırlar. Yəni onlar trade edirlər. Mən sadəcə özüm saat Azərbaycan saatına 4, 5, 6, əsasən 4, 5. Yəni bu mənim üçün xüsusi saatdır. Ondan sonra da 8, 9. Bunlar xüsusi saatdır mənim üçün. Bəlkə də başqası üçün fərqli ola bilər. Amma mən bu saatlara yəni 4-5-də aldımsa aldım. Tamam. Artıq 8-9 mənim üçün önəmli deyil. Yox, almadımsa o zaman 8-9 baxıram. Verəcəksə orada olacam, verməyəcəksə də o ərəfədə qrafiki bağlayacam artıq. Çox da axşama saxlamıram. Abi, indi Yaşam bəy, bir də bir sualım var. Bəli, Lucid buyurun. dediyiniz orada xəbərlər var, yəni xəbərlərin trade dəxli var. Bilmək istəyirdim. Xəbər əlbəttə var. Yəni ki, marketdə həcm olması üçün xəbərlərin olması əslində çox gözəldir. Ki, Yox, xəbər İşən bəy, olmayan yəni günlərdə xəbərlər ümumiyyətlə vaxtı trade eləmək, eləmək olar, trade bəli, etmək, açmaq olar, bəli. onu bilməz. Xəbər vaxtı trade eləmək olar. Yəni xəbər vaxtı trade eləmək necə olar? Yəni sırf xəbər trade-indən danışırsınız, yoxsa ümumiyyətlə xəbər vaxtı əməliyyatınız aktivdirmi? Bəli, elə bir elələri var ki, məsələn, açmaq olmur da xəbər zamanı o bloklayırlar Bu, sonra. Mən onu bilmək bəli, istəyirdim ki, yəni fon Lucid-də hesabınıza var. görə dəyişir. Düz risklidir misal üçün. Xəbər vaxtı çox da vacib deyilsə, yəni əməliyyat almamanız daha yaxşı ola bilər bəlkə. Çünki yəni xəbərin hətta son dövrlərdə əsasında qızılda Trumpın tweetlərindən çox asılıdır deyə, yəni çox da məcbur deyil xəbər vaxtı, amma düzgün bir yazınızı təyin eləmişsə çox zaman take profit tərəf gedir. Yəni ki, take profit olur. Bu başa düşürəm, çox çətin prosesdir. Çünki buna çatmaq həqiqətən o e, maraqlı bir şey deyəcəm. Kung Fu Panda da var. Deyir bu iç rahatlığa necə gəldin çatdın. Bilməm baxmısınız yoxsa yox. Orada həqiqətən sözlərin çoxu fəlsəfidir. Nə qədər yəni cizgi film kimi görsənsə də, amma həqiqətən fəlsəfi sözlərdir. Yəni iç rahatlığa gəlib çatmaq lazım ki, dünya dağılmadı. Yəni əməliyyat almadım, heç nə olmadı. Və yaxud da ki, bir dəqiqədə trade edirsinizsə, mən düşünürəm ki, əgər bir dəqiqədə həqiqətən uğurlu ola bilmirsə, qalxın 5 dəqiqə, 3 dəqiqə. 3 dəqiqə daha qəşəngdir. Yəni bunu nəyə görə edirəm? Bir dəqiqədə alınmırsa. Yəni məcbur eləməyin özünüzü. Alınmır. Bir dəqiqədə alınmırsa, yəni sıxma. Səndə alınmadı bir dəqiqədə. Yəni dünya dağılası bir şey deyil. Hər kəs bir dəqiqə trade edir deyə sən eləməyə məcbur deyilsən ki.
Keç 3 dəqiqə, 5 dəqiqə. Bu daha rahat gələcək sənə. Həm manipulyasiyası az olacaq, həm də yəni sənin üçün daha rahat olacaq. Tamam, Axşamınız xeyir. Axşamınız xeyir olsun. Xanım sual versin sonra. Bəli, buyurun, buyurun. Yəni sizi sırayla eləyək, belə daha qəşəng olsun. Ə, Ruqayyə xanım, istəsəz zəhmət olmasa siz deyin. Çox sağ olun. Mənə sadəcə maraqlıdır ki, hansı time frame-də əməliyyat açarsınız? Düzdür, 1 dəqiqə, 3 dəqiqə haqqında danışdınız, amma mən orada hələ də qərarsızam. Yəni Aha. öz analizimi eləməyə çalışıram, deylikdə, 4 saatlıqda və s. amma əməliyyat açanda artıq itirirəm yolumu belə desək. Aha. Əslində Ruqayyə xanım, burada hər kəsin bir sevimli time frame olur ki, bu favori time frame yəni entry üçün. Məsəl üçün çox insanda 1M ola bilər, çox insanda 5M ola bilər. Məndə məsəl üçün ən favori 3M-dir. 3M-də çox rahatam. Yəni özümü çox rahat hiss edirəm. Ki düşünürəm ki, bütün əməliyyatları da alıram. 1M əvvəl favorim idi, indi hal-hazırda deyil açığı. İndi hal-hazırda 3M-dir. Amma baxdıqda mən heç günlüyə baxmıram. Heç vaxta baxmamışam, yəni demək olar ki, yəni günlük qrafikə baxmıram mən. 4 saatlıq da çox az hallarda baxıram. Bütün qrafiklərimi 90 dəqiqəlik və yaxud da saatlıq üzərində, yəni bütün narrativimi, hekayəmi bu zaman üzərində qururam. Sonra keçirəm artıq 3 dəqiqədə entry edirəm. Bəzən də 1 dəqiqədə. Bu sizin artıq özünüzü, yəni özünüz harda artıq uğurlu görürsünüzsə, yəni 1 dəqiqəlik qrafikdə daha çox əməliyyatınız uğurlu olursa, və yaxud da 3 dəqiqəlik qrafikdə daha 5 dəqiqədə, bəlkə də sizi scalp eləməyiniz məcbur deyil ki, swing eləyəsiniz 15 dəqiqəlik, yəni gün ərzində və yaxud da 2 gün ərzində bir də əməliyyat alasınız, daha sakit, daha asta templə, daha ağır başlı və daha uğurlu olasınız. Yəni burada əsas mövzunuz baxın yenə gəlir nəyə dayanır? Sizin fonlu hesabınıza keçməniz üçün çox da sürət lazım deyil. Yəni addım-addım bölün, 2 həftəyə, 1 aya bölün və bu şəkildə Məndə fond deyil, real hesabla aha, eləyirəm. real hesabda burada açıq biraz dəyişir. Nə dəyişir? 15 dəqiqəlik olduqda orada həm stop məsafəsi böyük olduğu üçün, pip sayı böyük olduğu üçün siz orada artıq yəni stopunuza qoyacağınız məbləğ də dəyişir məsafəsinə görə. Yəni ən azı qızılda da 0,01 belə 15 dəqiqədə çox yaxşı bir rəqəm eləyə bilər. Əgər balansınız böyük deyilsə, yəni riskinizi ona görə hesablayın. Amma yenə də mən açığı tövsiyə edirəm 3 dəqiqə, 5 dəqiqə. Çünki 15 dəqiqədə sıxıla da bilərsiniz. Bəlkə də yəni siz orada rahat olarsınız, amma mən 15 dəqiqədə trade elədim. Yəni çox az yəni səbrim çatdı. Çünki aksiyon istər-istəməz aksiyon istəyirsən. Çünki qrafik baxırsan ki, hər kəs əməliyyat alır. Sən də əməliyyat almaq istəyirsən, amma ə, yəni özünüzün artıq tapmalı olduğunuz bir time frame var sizə favori olaraq. Yəni ideal bütün entrylərinizi ideal orada alırsınız, rahatsınız. Özünüzü rahat hissedirsiniz ki, ay Allah, mən burada bütün əməliyyatlarımı alıram. Amma hər kəs alır deyə 1 dəqiqədə, hər kəs alır deyə 3 dəqiqədə burada məcbur eləməyin. Çünki 1 dəqiqədə həqiqətən işləyən, məsəl üçün 15 saniyə, 30 saniyə düşən insanlar da var ki, əvvəl mən də eləyirdim, bilmirəm paylaşmışam yoxsa yox. Misal üçün bu hər kəsə uyğun olan bir şey deyil. Yəni yaxşı bacaran da var, bacarmayan da var. Bunun məcburiyyəti yoxdur ki, siz düşəsiz 1 dəqiqədə və ya daha aşağı zaman dilimində daha çox manipulyasiya görəsiniz, daha risk alasınız. Bu sizin modelinizin verəcəyi uğurlu təsdiqə görə dəyişir. Aydın? Yəni sizin modeliniz enterini bu qədər uğurlu vermirsə, o zaman düşünürəm ki, 3-5 dəqiqədə qalmanız daha yaxşıdır ən azı. 1 dəqiqədə çox manipulyasiya olarsınız. Mən də onu deyəcəkdim ki, az time frame-də manipulyasiyalar daha çox olur da, yəni həm də qiymət çox sürətlə hərəkət eləyir. Halbuki məsələn deyirəm, əgər mən bay eləmişəmsə, 1 dəqiqəlikdə, 5 dəqiqəlikdə aşağı hərəkət edir, amma halbuki 15 dəqiqə, yarım saatlıqda məsələn üzü yuxarı gedir. Bu sizin əslində işlədiyiniz modelə görə dəyişir. Məsəl üçün mənim işlədiyim modeli açıq verir hamısı. Daha aşağı zaman dilimində təsdiqini verir, amma mən özüm 3 dəqiqəliyini seçmişəm. Bəli. Amma dediyiniz sözdə təbii ki, həqiqət var. 1 dəqiqəlik manipulyasiyası digərlərinə nisbətən yenə deyim ki, bu modelə görə dəyişir, amma daha çox olur, daha riskli olur. Ona görə yəni məsəl üçün tövsiyə Hı edirəm -hı. ki, hələ başlanğıc ərəfədə 3 dəqiqədə, 5 dəqiqədə başlasınız daha yaxşıdır. Yəni bu sizin həm necə avantaj olacaq ki, çox sürətli əməliyyat almayacaqsınız. Çünki ən azı 5 dəqiqədəki pozisiya, 3 dəqiqədəki pozisiya 1 dəqiqəyə görə daha gec formalaşır, ya daha çox formalaşmır. Həm əməliyyat sayınız çox düşəcək aşağı, həm də əməliyyatınız biraz asta tepkin olduğu üçün siz orada dəqiq baxacaqsınız ki, aha, burada həqiqətən pozisiya var idi mi, həqiqətən yox idi mi? Yəni bu tərəfin avantajı var deyə düşünürəm. Bəs support and resistance Aha. strategiyasına bağlı nə düşünürsünüz? Qızılda necə Yəni bizdə ən işləyirsiniz? gözəl işləyənlərdən biri, yəni açığı onun işləyənlər qrupda çoxdur. Yəni dəstəkləyirənsə, onu təbii ki, sadəcə dəstəkləyirənsə deyil, açığı. Misal üçün bizdə Bond Hı var, -hı. Pərviz. O artıq mənim işlədiyim strategiyaya onu da əlavə eləyib, açığı. Çünki əvvəldən o biliyi var idi.
Yəni çox gözəl effekt alır, çox gözəl effekt alır. Hətta dəfələrlə deyib ki, gəlin daha stopunuzu salaq aşağı. Yəni nəyə görə burada effekti yəni gözəldir demək istədiyim. Sadəcə tək başına dəstək direncinin effekti o qədərdirmi onu bilmirəm. Çünki heç vaxt işləməmişəm deyə. Heç vaxt da diqqətimi çəkməyib, amma düşünürəm ki, effektiv bir modeldir. Çünki ondan işləyənlər çoxdur həqiqətən. Əvvəl düşünürlər ki, o qədər Eynən, effektiv. əslində çox güclü Hı hı. modeldir. Sadəcə hərdən elə dəstək, elə direnclər var ki, onları qırır. İnsan Aha. onu tuta bilmədiyi üçün stop olur. Amma siz demiş ikinci bir güclü strategiya ilə bunu birləşdirəndə daha yaxşı uğurlar əldə etmək olar məncə. Çünki özü təklikdə də yaxşıdır. Məncə onun yanına da bir dənə strategiya lazımdır. Bəli, bəli. Pərviz, yəni faktiki onu eləyən var deyə mən ona əsasən danışıram. Pərvizin entrylərin bilmirəm görürsüz yoxsa yox, yəni çox nöqtə atışı olur. Çox nöqtə atışı, yəni. Hətta orada qrupa da göndərir, əvvəlcədən də göndərir. Çox nöqtə atışı, yəni o metabını göndərir, hər şey göndərir, şəffaf görürsüz. Biz özümüz də O daimi kontaktdayıq sizin deyə. strategiya ilə dəstək və direncin strategiyasını birləşdirib Bəli, düzdür? bəli. Bəli. Ə, Çox sağ olun, Siz sağ olun. minnətdaram. Xoşdur mənim üçün. Millət istəyirsinizsə gəlin belə edək. 5 dəqiqə fasilə eləyək, 5 dəqiqə. 5 dəqiqə sonra təzədən mit göndərək, daha doğrusu Zoom göndərək, həmin tələbəmizi seçək. Necə fikirdir? Hər kəs uyğundur? Çünki 45 dəqiqə. Aha, bəli, bəli, buyurun. Və sualınıza da davam edək. Olar müəllim. Lütfen Yaxşı Kemal sorarsan. Bey. Olar Tamamdır. Ehsan bəy, problem yoxdur. Tamamdır. O zaman zəhmət olmasa siz də suallarınızı hazırlayarsınız, daha effektiv olar. Sağ olun millət hər biriniz. 5 dəqiqə Təşəkkür sonra edirik. mit göndərəcəm sizə.